Herkese salam. Keçən videomuzda Qaracemli adam olaraq biz 10.000 manat büdcə aralığında olan turbazdan motosikletlərə baxdıq, incələdik, öz fikrimizi sizə bildirdik. Video sizin tərəfdən bəyənildi. İndi isə 10.000 və 20.000 büdcə aralığında olan motosikletləri turbazdan sizə göstərəcəm və öz fikrimi bildirəcəm. Hazırsınızsa getdik. Deməli, giririk turbaza. Turbazda hazır mən qoymuşam. Filtrlərə baxaq. 10.000, 20.000 manat motosiklet elanları göstər. Burada əvvəlcə ucuzlara baxaq, yəni minimum qiymətdən başlayanlara baxaq. Getdik. 10.000 manata ilkin qabağımıza çıxır yeni başlayanların sevdiyi KTM 390 Dük. KTM ümumiyyətlə mənim də sürdüyümü bilirsiniz. KTM çox güclü firmadır. Avstriya istehsaldır. Yəni MotoGP-də, Adventure Enduro stilində, yarış stilində, bütün Naked Street stilində öz sözünü demiş bir markadır. Bu KTM-in dükləri Street Naked tərzidir. Bu filialda çəkilib şəkil. Bu böyük ehtimal bizim tələbədir. Buradan salam olsun kimindirsə. KTM dük alına bilərmi? Alınır. 100 probegi var. Qiyməti də 10.000 manat. Bunun təzələrini yəqin ki bilirsiniz də, qiymətləri çox baha olur və motosiklet yenidir. 390 kubla, yəni kiçik kubla başlamaq istəyənlər üçün, bir də bu stili bəyənənlər üçün əladır, sürmək olar. Burada cross motosikletimiz var bir dənə. Yamaha YZ 450F. 2008-ci il 4000 kilometrdədir. Bu sırf crossdur, yəni yolsuzluq motosikletidir. Bu tərz motosikletlər sevənlər seçim eləyə bilər bunu. Bunun haqqında çox böyük fikir bildirməyəcəm. Çünki mən yolsuzluq motosiklet şeyini bilmirəm. Mən asfalt motosikletini bilirəm deyə onun haqqında danışacağım. Gələk burada Suzuki SVF 650 Gladius'dur bu. 600 kubdur, 2015-ci il 237 kilometrdədir. Belə az probekdə ili biraz köhnə, 10 yaşı keçmiş, amma probegi çox az, sıfıra bərabər olan motosikletlərin biraz mən tərəfdarıyam ki, qəşəng bir dənə baxmaq lazımdır. Çünki yatır bu bayklar, yatır işləmir, sonra reskisən götürüb onu alıb sürəndə müəyyən sənə fəsadlar törədə bilər. Yəni ən azından yağını təzələmək lazımdır. Bir müddət sürüb prokatkalarına baxmaq lazımdır. İlk alan kimi probegi azdır deyə çapmaq lazım deyil. Almaq olarmı? Olar. Bu da Street Naked tərzi motosikletdir. Bu stili sevirsinizsə ala bilərsiniz. Mənim zövqümcə deyil, amma günlük sürüş üçün əladır. Burada var CF Moto 450 SRS. Bu CF-in mənim ən sevdiyim modelidir. 450 kub, yəni o sinifə, o klasa görə həm video, həm dizaynı, həm də sürənlər yəni pis demirlər. Amma eşitdiyimə görə xroniki problemləri olur bu CF-in bəzi modellərinin. Onu da araşdırmadan almamağınızı məsləhət görürəm sizə. 2700 probekdədir, 10.700 manat. Təbii ki, indi bunların sıfırlarına da baxmaq lazımdır. Əgər sıfırı ilə ikinci əlin arasında 500.000 manat fərq eləyirsə, yenə də sıfır alıb garantiyalı almaq daha ağla uyğundur. Burada var Şarmaq GL 250. Yəni mən belə bir marka birinci dəfədir görürəm. Heç bir fikrim yoxdur. Yəni al da deyənmərəm, alma da deyənmərəm. Bunlar haqqında heç bir məlumatım yoxdur. Gəlir burada CF Moto'nun bu büdcəli bir büdcədir ki, 10.000-20.000 arası. Kiçik kub da ala bilərsiniz, böyük kub da ala bilərsiniz. Deməli, CF Moto'nun burada var 650 GT'si. Bu tur enduro gedir, yəni səyahət, yolsuzluq tərzi, həm də asfaltda gedə bilən motosikletdir. Pasatkası ucadır. Gözəl, CF-in ümumiyyətlə böyük kubları məncə almağa dəyər. Qiymətləri də çox qəşəngdir. 11.000 manat, 2022-ci il 650 kub, 2500 kilometrdə məncə gözəldir. Keçək burada var klassik cruiser tərzində olan Suzuki VL 800 Intruder. İli çox köhnədir, 2001-ci ildir. Yəni klassika adı ilə almaq olar. Təbii ki, bu Suzukilərin, bu Yamahaların, Yaponların klassik motosikletlərinin ümumiyyətlə ili probegi önəmli deyil. Bunlar daş döyünür, tank kimi olurlar da, dağılmırlar. 37.000 probegdə mənə görə bu motosiklet üçün yaxşıdır, amma mən bu qədər köhnə illi motosikletə girmərəm də, yəni biraz qorxaram. Zamanla praktikamız yığılıb da köhnə ili, köhnə motosikleti alırıq, sürürük, problem çıxır, ehtiyat hissələri tapılmır. Nə çox təzə almayasan, nə çox köhnə almayasan. Ortalarda gəzəsən ki, onun o ilinə motosikletin ehtiyat hissələri də olmuş olsun. Benda Napoleon var 12.000 manata, 500 kub. Video olaraq çox qəşəng video var, amma yenə də deyirəm, sürməmişəm. Heç bir keyfiyyətdən və yaxud da hansı göstəriciden söhbət eləyə bilmərəm. Buradan da Grand Moto'ya səslənirəm ki, gətirin, verin bir dənəsini sürək, incəliyək, çəkək. Sizin də reklamınız olsun, malınızın da təqdimatı olsun. Bir baxaq görək həqiqətən yaxşı bir markadımı, yoxsa yox. Video olaraq, stil olaraq gözəldir, amma keyfiyyətdən heç nə deyə bilmərəm. Keçək burada İtalyan əfsanəsi Ducati 1100 Evo var. 1200 kubdur bu, 1100 kubdur bu. Burada artıq yenə də professional sürücü olmalısan ki, bu kubaturalı, mühərrikli motosikletləri idarə eləyə biləsən. Yəni elə düşündüyünüz qədər asan deyil ki, bir
Street 1100 kuba oturasan sən istədiyin kimi qaz verib gedəsən 105 at gücüdür da, yəni dəli kimi gedir o motosikletlər. Mənim özümdə də olub 796-sı. Sonra düşürəm aşağı, aşağıda nə var biz baxaq. Daha çox CF motolardır. CF motolar göstərməyəcəm, bilirsiniz də CF motodur. Buradan keçirik 13800 manata Kawasaki Vulcan 900 var. Stilini çox bəyənirəm bunun. Vaxtı ikən bizim bir tələbə üçün almışıq, gətirmişik, sürmüşük, qəşəng motosiklet. Məsələn, Yaponların klassik kruzerləri çox komfortlu olur, yəni çox rahat olur. Amma burada Harley var misal üçün. Qiyməti superdir, ayrındır, 883, vidi gözəldir. Bu motosikletdə Harleylərin isə biraz drajeniyası, biraz silkələnməsi çox olur. Amma təbii ki, Amerikan malı ilə Yapon malının arasında komfort olsun, getmək olsun, dinamika olsun, gözəllik, stil olsun, fərqlər var. Ya qıraqdan bilinir ki, bu Harley'dir yoxsa Yaponun klassikasıdır. Düşürük aşağı. Burada var Yamaha YZF R6. Sizin sevdiyiniz 35.000 probekdə qırmızı, ağ, qara. Yarış motosikletlərini xüsusən yoxlatmaq lazımdır alarkən. Yarış motosikletlər böyük dövrlərdə, sürətlərdə, abrotlarda işləyir deyə və çox da qızdıqları üçün qəşəng altlı üstü professional usta tərəfindən servisi olunmalıdır, yəni yoxlanmalıdır. İlinə baxanda qiyməti mənə biraz çox gəldi, amma indi təbii ki, hər malın öz sahibi var, özü də istədiyi qiymətə qoya bilər. İstəmirsən alma da deyərlər adama. Burada var Honda 1300, Promo 1300 yazıb. Bu motosiklet tam klassikadır. İndi bunun da öz xəstələri, öz fanatları var. Belə görürəm ki, 10.000-20.000 arasında yarış tipli motosiklet azdır. Daha çox klassik motosikletlərdir. Bu böyük ehtimal klassik motosikletlərin yerindən alışı, ikinci əl alışı Amerika bazarından, Yapon bazarından ucuz olduğu üçün, sport baykların isə baha olduğu üçün qiymət ona görə bu qədər fərq eləyir. Ondan sonra düşək aşağı bax görək. Burada Hayabusa var. 16.500 manata 2012-ci il 44.000 probekdə. Hayabusa da səyahət motosikletidir əslinə qalsa, yəni sırf racing getmir də Hayabusa. Hyper sportdur da, daha çox böyük ergonom, böyük geniş, yarış güclü, yarış tipli, amma komfortu da olan, uzaq yollarda gedə biləcəyiniz motosikletdir. Hayabusanı da sürməyə rəhməti Barkın demişdən biraz popo lazımdır. Yəni elə Hayabusa da asanlıqla sürülən motosiklet deyil, gərək biraz təcrübən ola. Adventure Enduro'lar da çoxdur. Suzuki V-Strom var 650 almaq olar. Suzuki GSR 750 var almaq olar 2011-ci il. Bundan stil vidlərini çox bəyənirəm. Çox aqressiv görünüşləri var. Təbii ki, yenə də deyirəm yoxlatmaq şərti ilə. Mən ümumi danışıram, amma yoxlatmaq şərti ilə. Gıjı Moto var, sıfırdır. İndi sıfırda yəqin ki, ancaq 2 tay ala bilərsiniz o qiymətə. Çünki yeni nəsil böyük kublu Yapon orijinal malların o qiymət alınması çətin məsələdir. Ondan sonra düşürəm aşağıda. Marağımı cəlb eləyən nə var baxım görüm. Mənə maraqlı gələn bir şeylər danışaq. Mənə maraqlı gələn hələ ki bir şey yoxdur. R1 var qəşəng, qara rəngdə. 2009-cu il, 19.000 probekdə. Bu da 1000 kubdur. 1000 kublar da dəhşət qızır. Ona görə bunları qəşəng yoxlatmaq lazımdır. Tuning motordur, stage 2 olunub, yaşamırıq səs boğucu, üstündə əlavə Zavaskoy səs boğucu, GP şüşə üstündə verilir. Yəni dolu motosikletdir, qəşəng yoxladıb, qəşəng də praktikan olduqdan sonra ala biləcəyiniz tərzdə bir motosikletdir. Yeni biraz daha ili təzə bir şey ZX6R 2019-cu il 22.000 probekdə 600 kubların ən dözümlülərindən biridir. Özü də yeni nəsil, yeni stildir, yeni dizayndır. Almaq olarmı? Olar. Gözəl motosikletdir. Belə baxıram 90% burada klassikdir. Yenə də ən bahalı burada olan 20.000-ə qədər olan model Benda LFC 700-dür. Var bir də Harley Davidson XL 883 Sportster Iron. O da 2022-ci il 4000 probekdədir. Harley də gözəl motosikletdir. Yenə də gəlir motosikletin stilinə. Sport sevirsiniz, yoxsa klassik, yoxsa naked street. Ümumiyyətlə harda, necə, nə üçün alacağınızı təyin eləməmiş motosiklet almayın. Yəni niyə başlayırsınız? Nə axtardığınızı bilməyincə motosiklet almayın. Bu videodan bu qədər. Növbəti videoda biraz daha yuxarı büdcəyə baxarıq. Qara Cemli adamla olaraq videolarımıza start vermişik, biraz dayanmışdıq, pauza vermişdik. Mürsəlin günahı damısı. Mürsəl indi ayılıb, videolar çəkirik. Bu qədər. Like atın, abunə olun, dəstək olun. Belə də biz də çəkə paylaşaq. Sağ olun, sağlıqla qalın.